Herkese selamlar. Videomuza hoş geldiniz. Bugünkü videomuz Mircəlal Paşayev hakkında məlumat. Videomuzu beğenmeyi, abone olmağı, yorum yazmağı xahiş edirəm, yaddan çıxartmayınız. Videomuza keçək. Mircəlal Paşayev Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, yazıcı, ədəbiyyatşünas, alim, professor və pedaqoqdur. O, həm bədii yaradıcılığı, həm də elm fəaliyyəti Azərbaycan mədəniyyətdə böyük lövhələr vermişdir. Mircəlal əvvəlcə Gəncə Pedaqoji Texnikumu, sonra Azərbaycan Dövlət Universitetinin təhsilini almışdır. Sonra Moskva Dövlət Universitetində aspirantura oxunmuş və elmi fəaliyyətində davam etmişdir. O, filologiya elmi doktorantura professoru idi və uzun illər Bakı Dövlət Universitetində dərs demişdir. Mircəlal həm yazıcı, həm də tənqidçi kimi tanınırdı. Onun əsərləri Azərbaycan zilalı həyatı cəmiyyətində mənəvi problemlər, insan xarakterlər və Sovet dövrünün sosial məsələlərini öz əksini tapırdı.